yaşayan kəsən öz adından, qardaşlarımız adından boğulub qardaşlar. Çox qazi olmasa da çox 44 günlük müharibədə çox əziyyət olur. 4 gün vətən müharibəsində yəqin ki, anaları, qazi qardaşlarımızın yaxşı məlumatı var ki, mən də könüllü olaraq döyüşlərə özüm getdim. O şəhid qardaşlarımın tərbiyəndə canlı şahidi oldum. Nə əziyyətlərdən keçdilər, nə çətinliklərdən keçdilər. Mən onu öz gözlərimlə görmüşəm. Belə bir deyim var ki, şəhid evdən yox, eldən gedir. Ona görə analar, inan Allaha ki, öz evlatlarınızla fəxr edin. Yenə deyirəm, biraz danışa bilmirəm, çətinlik çəkirəm. Yəni sizin oğlanlarınız həqiqətən də orada elə bir qəhrəmanlıqlar göstərirdi ki. Yəni mən pikap maşinliyim, biraz oradan danışım ki, az da olsa gedirdim yemək gətirməyə onlara. Qayıdırdım insanların gətirdiğim cəbhəyə buraxılmırdı onlar. Maşınla gəlirdim, yeməkləri doldururdum, onlara aparırdım. Gəldim görmüş həmən uşaqlar orada yoxdur, irəli gedirlər, ancaq irəli istiqamətə gedirlər. Yenə deyirəm, qarşıda baş əyirəm. Dostun kim, düşmanın kimsez olur. Tarihinin şerefinle yaz olur, yaz olur. Sen burada değil, gözü değil, sen burada geleceksin gibi.